Son 2 il idi ki, oğlumun metropoliten sevgisi, qatar sürmək istəməsi artıq büruzə verirdi. Və mən də bir valideyn kimi bunu gördüm. Metropoliten rəhbərliyinə məktub yazmalı oldum. Çox sağ olsun ki, Metropoliten rəhbərliyi və əməkdaşları buna biganə qalmadılar və mənim məktubuma tez bir zamanda reaksiya verdilər. Mənim adım Turqutdur, mənə getdiyim yazım var. Əməkdaşların nəzarətində depoda iştirak elədik, bütün qatarlara baxış keçirdik. Təlim-tədris mərkəzində hətta oğlum qatar sürdü. Əminəm ki, bu gələcəkdə oğlum üçün böyük bir stimul olacaq. Əslində düşünürəm ki, oğlumun qatar sevgisi, metropoliten sevgisi onun babasına dayanır. Çünki babası 37 il metropolitende maşinist işləyib. Necə ki, mən uşaq olanda metropoliten sevgim, həvəsim var idi, eləcə də mənim oğluma görürəm ki, o sevgi keçib. Ən böyük arzudur maşinist olmaq.